Mira and Aileen are best and loyal friends. Mira ve Aileen en yaxşı sadiq dostdular. They met in the second grade and have been close ever since. Onlar ikinci sinifdə tanış olublar, o vaxtdan bəri yaxın dost olaraq qalıblar. They sit next to each other in class, play together during breaks and talk every day after school. Onlar dərsdə yanaşı otururlar, tənəffüslərdə birlikdə oynayırlar və hər gün məktəbdən sonra danışırlar. Mira is a helpful girl who supports Aileen with homework and Aileen always makes Mira laugh. Mira Aileenə ev tapşırıqlarında kömək edən yardımsevər bir qızdır. Aileen isə hər zaman Mira'nı güldürür. They share their snacks, play games and tell each other everything. Onlar öz şirniyyatlarını bölüşür, oyun oynayır və bir-birlərinə hər şeyi danışırlar. Sometimes they argue, but they always say sorry and smile again. Bəzən mübahisə edirlər, amma həmişə üzr istəyir və yenidən gülümsəyirlər. One day Mira moved to a new house, but they still meet on weekends. Bir gün Mira başqa evə köçür, amma onlar həftə sonları yenə görüşməyə davam edirlər. They call each other every evening and talk about their day. Hər axşam bir-birlərinə zəng edib öz günləri haqqında danışırlar. They say, no matter what happens, we'll stay friends forever. Onlar deyirlər ki, nə olursa olsun biz həmişə dost qalacaq. Their friendship is strong and special and they hope to be best friends for life. Onların dostluğu güclü və özəldir və onlar ömürlük ən yaxşı dost olmağı arzulayırlar. The passage is mainly about, mətn əsasən haqqındadır. Two girls who became best friends. Ən yaxşı dost olan iki qız haqqında. A school trip to the park. Parka məktəb səfəri. Sisters who do everything together. Hər şey birlikdə edən bacılar. Friends who play sports in class. Dərsdə idmanla məşğul olan dostlar. Doğru cavabımız A variantı. Which statement is true according to passage? Mətnə uyğun olan düzgün fikri seçin. Mira and Aileen never talk on weekends. Həftə sonları Mira və Aileen heç vaxt danışmırlar. They don't sit together in school. Məktəbdə bir yerdə oturmurlar. They became friends in high school. Yuxarı sinifdə olanda dostlaşıblar. They talk every day and help each other. Hər gün bir-birlə danışıb bir-birlərinə kömək edirlər. Doğru cavab D variantı. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Mira and Aileen are close because Mira və Aileen çox yaxındılar. Çünki they live in the same house. Eyni evdə yaşayırlar. They play only with each other. Yalnız bir-birlərlə oynayırlar. They spend time together and care for each other. Bir yerdə vaxt keçirir və bir-birlərinin qarşısına qalırlar. They like the same books. Eyni kitabları xoşlayırlar. Doğru cavabımız C variantı. Choose the correct answer to the question. Suala düzgün cavab seçin. Why do Mira and Aileen call each other every day? Nə üçün Mira və Aileen bir-birlərinə hər gün zəng edirlər? To talk about their day, öz günləri haqqında danışmaq üçün. To tell jokes, lətifələr danışmaq üçün. To ask about homework only, yalnız ev tapşırığı haqqında sual vermək üçün. To make weekend plans, həftə sonu planları qurmaq üçün. Doğru cavabımız A variantı. Write one adjective from the passage which characterizes the word go. Mətndə go sözünü xarakterizə edən bir sifəti seçmək tələb olunur. Helpful doğru cavabdır. Casa do Penedo is a special house in Portugal. Casa de Penedo Portugalya xüsusi bir evdir. It was built between four big rocks in 1973. Bu ev 1973-cü ildə 4 böyük qayanın arasında tikilmişdi. Victor's parents wanted a quiet place to relax. Victor'un valideynləri sakit bir yerdə istirahət etmək istəyirdilər. They didn't want electricity, phones or TV. Onlar işıq, telefon və ya televizor istəmirdilər. They wanted to live like people did in the past. Keçmişdəki insanlar kimi yaşamaq istəyirdilər. The house has water and gas, but no modern technology. Evdə su və qaz var, amma müasir texnologiya yoxdur. Many people are interested in the house because it's different.
Bir çox insan bu evə maraq göstərir, çünki o fərqlidir. Tourists come to see the big rocks and the beautiful views. Turistlər böyük qayaları və gözəl mənzərəni görmək üçün gəlirlər. There are guided tours where visitors can learn about the house and its history. Ziyarətçilər ev və onun tarixi haqqında məlumat almaq üçün bələdçili turlara qatıla bilərlər. Visitors are asked not to take pictures inside. Qonaqlardan içəridə şəkil çəkməmələri xahiş olunur. People can also do outdoor activities. İnsanlar açıq havada da fəaliyyətlər edə bilərlər. They can walk on the mountain, swim in a natural pool or look at the stars. Dağda gəzə bilərlər, təbii havuzda üzə bilərlər və ya ulduzlara baxa bilərlər. There's a shepherd who shows how to care for sheep. Orada qoyunlara necə qulluq edilini göstərən bir çoban da var. Visitor plans to build rooms so visitors can stay longer in the future. Visitor gələcəkdə ziyarətçilərin daha uzun qala bilməsi üçün otaqlar tikməyi planlaşdırır. The passage is mainly about, mətn əsasən haqqındadır, a modern hotel in the city, şəhərdəki müasir otel haqqında, a family that moves every year, hər il köçən ailə haqqında, how to build a new home, yeni ev necə tikmək haqqında, a special house built in nature, təbiətdə tikilən xüsusi bir ev haqqında. Doğru cavabımız D variantı. Choose the correct answer to the question. Suala düzgün cavab tələb olunur. Why did Victor's parents build Casa do Penedo? Nə üçün Victor'ın valideynləri Casa do Penedonu tikdilər? They wanted a quiet life without technology. Texnologiyanın olmadığı sakit bir həyat istəyirdilər. Doğrudur. They wanted a modern house with technology. Texnologiyası olan müasir ev istəyirdilər. They wanted to live in a big city. Böyük bir şəhərdə yaşamaq istəyirdilər. They wanted to watch TV in the mountains. Dağlarda televizor izləmək istəyirdilər. Doğru cavabımız A variantı. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Tourists like to visit Casa do Penedo because turistlər Casa do Penedonu ziyarət etməyi xoşlayırlar çünki it's different and built between big rocks, çünki o fərqlidir və böyük qayalar arasında tikilib. Doğrudur. It's very tall and has elevators. O çox hündürdür və liftləri var. It's noisy and has no fun activities. Çox səs-küylüdür və əyləncəli fəaliyyət yoxdur. It has fast internet and many shops. Sürətli interneti və çoxlu mağazalar var. Doğru cavab A variantı. Which statements are true according to the passage? Mətnə uyğun olaraq düzgün fikirləri seçin. The house has no electricity or internet. Evin işığı və interneti yoxdur. Doğrudur. Tourists are allowed to take photos inside. Turistlərə icazə verilir ki, şəkil çəksinlər içəridə. Xeyr. Visitors can't swim near the house. Qonaqlar evin yaxınlığında üzə bilməzlər. Xeyr. There's a shepherd who teaches people. İnsanlara öyrədən çoban var. O da doğru variantı. 1-4 C doğru cavabımızdır. Which word from paragraph 1 best fits the following definition? Paragraf 1-də hansı söz verilən tərifə uyğundur? To become calm and comfortable, sakit və rahat olmaq, yəni istirahət etmək, dincəlmək, to relax, doğru cavabımızdır. Choose the best option, ən uyğun variant seçin. Which word describes someone who always tells the truth? Həmişə doğru danışan şəxsi təsvir edən söz hansıdır? Honest, dürüst, generous, əlaçıq, serious, ciddi, optimistic, nikbin, doğru cavab A variantı. Choose the correct definition of the underlined word. Altına xətt çəkilmiş sözün tərifini seçin. The hotel will provide free breakfast for all the guests. Otel bütün qonaqlara pulsuz səhər yeməyi təqdim edəcək, verəcək və ya təmin edəcək. To take something away,
bir şeyi aparmaq harasa. To give something vermək. To eat something yemək. To make noise səs salmaq. Doğru cavabımız B variantı. Choose the correct meaning of the underlined part. Altına xətt çəkilmiş sözün düzgün mənasını seçin. They found cheap accommodation near the beach. Onlar çimərlik yaxınlığında ucuz qalacaq yer tapdılar. Qalacaq yer, a place to stay or live. Doğru cavabımız A variantı. Choose the correct meaning of the underlined part. Altına xətt çəkilmiş sözün düzgün mənasını seçin. We walked through the quiet wilderness for hours. Biz saatlarla sakit, insansız təbiət arasında gəzdik. Wilderness, yəni an area with no buildings where people do not live. Yəni insanların yaşamadığı, binaların olmadığı bir yer. Doğru cavab C variantı. Write the missing word. Bırakılmış sözü yazın. The school is going to provide students new laptops next year. Məktəb növbəti il şagirdləri yeni notebooklarla təmin edəcək. Provide somebody with something. Burada uyğun gələn söz önümüz with. Doğru cavabdır. Choose the correct statement according to the text. Mətnə əsasən düzgün fikri seçin. Looking for a fun way to improve your cooking skills. Bişirmə bacarıqlarını inkişaf etdirmək üçün əyləncəli bir yol axtarırsan. Join our Saturday cooking class for beginners. Onda bizim şənbə günü yeni başlayanlar üçün nəzərdə tutulmuş bişirmə dərsimizə qoşul. Learn to make delicious meals step by step with our friendly chefs. Dostcanlı aşpazlarımızla birlikdə dadlı yeməkləri addım-addım pişirməyi öyrən. All ingredients and tools are provided. Bütün ərzaqlar və alətlər təmin olunur. Just bring your excitement to cook and enjoy the experience. Sadəcə pişirməyə olan həvəsini gətir və bu təcrübədən zövq al. Students must buy their own cooking tools. Burada şagirdlər özləri ilə pişirmə alətlərini gətirməlidirlər. The cooking class happens on Saturdays. Şənbə günləri bu dərs baş verir. The class is for professional chefs only. Yalnız peşəkar aşpazlar üçündür. You can only watch the chef and not cook yourself. Sadəcə aşpazları izləyib özün pişirə bilmərsən. Doğru cavabımız B variantıdır. Choose the correct statement according to the text. Mətnə uyğun olaraq düzgün fikri seçin. Do you enjoy reading and talking about books? Kitab oxumağı və onlar haqqında danışmağı sevirsən? Come join our book club every Friday afternoon. O zaman hər cümə günü günorta saatlarında kitab klubumuza qoşul. We read one book each week and have fun discussions. Biz hər həftə bir kitab oxuyuruq və maraqlı müzakirələr aparırıq. Everyone is welcome and you do not need to bring anything. Hər kəs dəvətlidir və heç nə gətirməyə ehtiyac yoxdur. Just come and share your thoughts. Sadəcə gəl və fikirlərini paylaş. Only teachers can join the book club. Yalnız müəllimlər qoşula bilər bu kluba, kitab klubuna. You must bring a new book every time. Hər dəfə yeni kitab gətirməlisiniz. The book club is for advanced readers only. Klub yalnız yüksək səviyyəli oxucular üçündür. The club meets on Friday afternoons. Klub cümə günləri günorta vaxtı görüşür. Doğru cavabımız D variantı. Choose the correct variant. Düzgün variant seçin. She agreed us and promised the details later. Bizə kömək etməyə razılaşdı və detalları sonradan paylaşacağına söz verdi.
Həm agree, həm də promise feilləri to lu məstərlə işlənir. Ona görə to help və to share doğru cavab D variantıdır. Choose the correct variant. Düzgün variant seçin. She enjoys in Tokyo and needs creative with her small space. Enjoy feilindən sonra ing'li feil, yəni needs'dən sonra isə to lu məstər işlənməlidir. She enjoys living in Tokyo. Tokyoda yaşamaqdan həzz alır. Needs to be creative və yaradıcı olmalıdır. To be feilindən doğru cavabımız C variantıdır. Choose the correct variant. Düzgün variant seçin. Tom is afraid of flying in airplanes. Təyyarədə uçmaqdan qorxur. To be afraid of ifadəsi doğru cavab B variantıdır. Choose the correct variant. Düzgün variant seçin. I imagine in a small village, but I still want in the city now. Yəni, kiçik bir kənddə yaşamağı təsəvvür edirəm, xəyal edirəm, amma hələ də indi şəhərdə yaşamaq istəyirəm. Və imagine özündən sonra gələn feil forması ing şəklində olmalıdır. Want isə to lu məstər istəyir. Yəni, I imagine living, I still want to stay. Doğru cavab D variantı. Make up a sentence, cümlə qurmaq tələb olunur. The construction lasted 5 years of the building. Düz gəlmir. The building of 5 years lasted the construction olmur. The construction of the building, bəli, binanın tikilməsi. Lasted, davam etdi. 5 years, 5 il. Doğru cavab C variantıdır. Choose the correct variant. Düzgün variant seçin. I hope a new language next year and plan a course soon. Ümid edirəm ki, gələn yeni bir dil öyrənəcəm. Tezliklə kursa başlamağı planlaşdırıram. Hər iki feildən sonra da to lu məstər gəlir. Doğru cavabımız D variantıdır. Choose the correct variant. He failed the deadline and kept excuses. Faildən sonra to lu məstər, keep feilindən sonra isə gerund ing'li feil gəlməlidir. He failed to meet the deadline and kept making excuses. Yəni, son tarixə əməl edə bilmədi, bəhanələr gətirməyə davam etdi. Doğru cavabımız C variantı. Choose the best option. Ən uyğun variant seçin. We miss to the library together and we'd love that again. Burada miss özündən sonra gerund, yəni ing'li feil tələb edir. We miss going to the library together. Yəni, birlikdə kitabxanaya getmək üçün darıxmışıq. And love, would love to ilə işlənməlidir konkret. To lu məstər. To do that again, yenidən etmək istərdi, yəni kitabxanaya getmək istərdi. Doğru cavabımız B variantdır.